Ja, meine Damen und Herren, Xanımlar və cənablar, xoş gəlmisiniz. Mən bugün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan olduqca məmnunam. Bugün biz hələ mart ayında planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin səfəri İranla müharibə səbəbindən təxirə salmalı olduq. Bununla belə, səfər həmçinin göstərir ki, ölkələrimiz bugünün əsas böhranlarından və müharibələrindən yan keçə bilmir. Bu, həm Orta Şərqə, həm Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə aiddir. Həmin müharibələr Almaniyaya və Azərbaycana onların təhlükəsizlik və iqtisadi maraqları baxımından böyük təsir göstərib. Baxmayaraq ki, hər iki münaqişə təfərrüatlarına görə fərqli ola bilər. Biz istənilən halda danışıqlar yolu ilə həll variantlarını təşviq edirik. Bizi eyni qənaət birləşdirir ki, yekun nəticədə yalnız danışıqlar yolu ilə nizamlanma, uzun müddətli sülhü, təhlükəsizliyi və sabitliyi gətirə bilər. Cənab Prezident, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik bizim üçün də zəruridir. Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, Cənab Prezident, biz sizi Almaniyada sanılmaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağımız münasibəti ilə sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. 10 illiklər davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Almaniya və Avropa perspektivindən nə edə bilsək, bundan şad olarıq. Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır. Çox şadam ki, ölkələrimiz arasında münasibətlər yüksələn xəttlə inkişaf edir. 2025-ci ilin yazında Prezident Steinmeier Azərbaycana səfər etmiş ilk Alman dövlət başçısı oldu. Bu il həmçinin parlamentlərimiz arasında intensiv mübadilələr oldu. Bugün birgə bəyannaməni imzalamaqla biz İki tərəfli münasibətlərimizin daha da genişləndirilməsinin təməl daşını qoyduq. Həmçinin mərasim zamanı siz də şahidi oldunuz, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi. Bu, hər iki ölkənin şirkətlərinə verilən mühüm işarədir. Biz Almaniya ilə Azərbaycan arasında münasibətlərin genişləndirilməsinə ciddi yanaşırıq. Hazırki böhran şəraitində xam neftin və Cənubi qaz dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident, biz bunları təfərrüatı ilə müzakirə etdik. Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik. Bugün biz həmçinin bərpa olunan enerji və hidrogendən istifadənin genişləndirilməsini müzakirə etdik. Biz həmçinin Azərbaycanın sərmayə proqramına aid təklifinə gəldikdə konstruktiv müzakirələr aparırıq. Bu proqram Azərbaycanda fəaliyyət göstərən Alman şirkətləri üçün yeni imkanlar aça bilər. Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. Yeni nəqliyyat və ticarət dəhlizləri birgə istifadə etmək istədiyimiz iqtisadi potensialı yaradır. Cənab Prezident, bildiyiniz kimi, kiçik və orta müəssisələr üçün uzun məsafədə sərmayə yatırmaq çox zaman asan olmur. Yerlərdə münasib çərçivə şərtləri hər zaman olduqca vacibdir. Həmin məsələləri biz bugün müzakirə etdik. Bugün imzalanmış iki bəyannamə ilə biz irəliyə doğru böyük addım atdıq. Cənab Prezident, Berlinə səfər etdiyinizə görə sizə bir daha dərindən minnətdaram. Mən Azərbaycan ilə Almaniya arasındakı davamlı məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm. Sağ olun, cənab kansler. İlk növbədə mənə göstərdiyiniz qonaqpərvərliyə görə və rəsmi səfərə dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Yenidən ölkənizdə olmağımdan çox məmnunam. Əminəm ki, bugün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyə qaldıracaq. Biz artıq strateji diyaloqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda iqtisadi əlaqələrin genişləndirilməsi üçün bugün imzalanmış birgə İqtisadi Şura, əminəm ki, çox fəal işləyib, yaxşı nəticələr hasil edəcəkdir. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə sizinlə təkbətək görüşdə həm geniş
tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparmışdıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır və Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur. Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Siz enerji sahəsindəki əməkdaşlığa toxundunuz. Bu istiqamətdə də müsbət nəticələr var. Bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Və beləliklə bizim qazımız bugün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir. Enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır. Bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə ediblər. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Orta Asiya məşvərət formatına tam hüquqlu üzv olmaqla Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır. Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bugün fikir mübadiləsi əsnasında imzalanmış bəyannamənin icrası ilə bağlı konkret təkliflər irəli sürülmüşdür. Bir neçə işçi qrup yaradılacaq ki, bugün imzalanmış sənədlər tezliklə həyatda öz əksini tapsın. Eyni zamanda Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Trumpın iştirakı ilə və onun imzası ilə birgə bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra əməli praktiki addımlara keçdi. Ermənistana bugün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistan enerji təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bugün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox problemlər müəyyən səbəblərə görə mövcuddur. Və eyni zamanda Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərinin göndərilməsi də artıq geniş vüsət alıb. Bugünə qədər 40 min tondan çox tranzit yüklər Azərbaycan ərazisindən keçib. Yəni biz çox tarixi bir dövr yaşayırıq. Uzun illər işğal altında olan Azərbaycan öz gücü ilə işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra etdi və Ermənistana sülh təklif etdi və müsbət cavab aldı. Ona görə bu sahədə yenə də deyirəm, Almaniya hökumətinin də rolunu biz yüksək qiymətləndiririk. Danışıqlar prosesində o cümlədən Almaniyada Xarici İşlər Nazirləri səviyyəsində görüşlər də keçirilmişdir. Və son olaraq Avropa İttifaqı Azərbaycan əlaqələrinə toxunmaq istəyirəm. Bu il biz həm Avropa İttifaqı Şurasının prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının prezidenti xanım von der Leyen'in Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək və Almaniya Avropa İttifaqına üzv olan
ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür. Eyni zamanda gələcək əməkdaşlıq üçün də əminəm ki, Almaniya öz səylərini göstərəcək. Bir daha cənab kansler, sizə dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm və sizi də sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Roman Gonçarenko Deutsche Welle, sualım Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlıdır. Cənab Federal Kansler, bir neçə gün əvvəl Alman mediası yazmışdı ki, Bakıda qeyri-rəsmi Alman-Rus görüşü baş tutub. Həmçinin qeyd olunur ki, hökumət koalisiyasında olan partiyaların keçmiş yüksək rütbəli siyasətçiləri görüşdə iştirak edib. Həmin görüşün nəticəsi barədə heç bir məlumat verilməyib. Bununla bağlı burada Berlində ekspertlər arasında iki rəy var. Bəziləri söyləyirlər ki, bu cür görüşlər pərdə arxası faydalıdır və heç bir ziyan ola bilməz. Digərləri onları tənqid edir və mübahisələndirir ki, həmin görüşlər əks nəticə verə bilər. Çünki onlar Rusiyaya zəiflik haqqında işarələr göndərə bilər. Buna necə baxırsınız? Bir sualım da prezidentədir. Cənab prezident, siz bu yaxınlarda bildirdiniz ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yenidən tam normallaşıb. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün siz Rusiya prezidenti Vladimir Putinə nə tövsiyə edərdiniz? Sağ olun. Mən buna çox sadə cavab verə bilərəm. Bu cür görüş haqqında mənim məlumatım yoxdur. Aylar ərzində biz Prezident Putini danışıqlara başlamaq üçün inandırmağa çalışdıq. Avropa səviyyəsində Ukrayna ilə bağlı müzakirələr üçün təklifləri dəfələrlə irəli sürmüşük. Prezident Putin bu cür danışıqlarda iştirakdan imtina edir. Buna görə mən əfsuslar olsun ki, son 14 ay ərzində söylədiklərimi yenə və yenə təkrar edirəm. Bu müharibəni bitirmək yalnız Rusiya hökuməti və Rusiya prezidenti ilə bağlıdır. Danışıqlara getmək və lazım gələrsə sülh danışıqlarına başlamaq yalnız ondan asılıdır. O, bundan imtina etməkdə davam edir. Nə qədər davam edərsə, Rusiya təcavüzü qarşısında Ukraynaya həyat uğrunda mübarizədə dəstək verməkdən başqa seçim yoxdur. Biz bunu edəcəyik, biz bunu Avropa səviyyəsində əlaqələndirərək edəcəyik. Mən həmin müharibə, onun səbəbləri, gedişatı və mümkün sonu ilə bağlı oxşar mövqeyini bizimlə bölüşdüyünə görə Prezident Əliyevə olduqca minnətdaram. Bunu elə indicə bildirdim. Bakıda keçirilmiş dediyiniz görüşlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz Times qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi və təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, Times qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox. Və onu sizə deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-sində Berlin-Bakı reysi ilə 2 nəfər tanınmış şəxs, biri xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər. Və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda Moskvadan Bakıya ayın 12-sində Rusiyanın keçmiş baş naziri cənab Zubkov və Rusiya prezidentinin yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil edilməmişdi. Yəni bizim ərazimiz bizdən xəbərsiz sadəcə olaraq istifadə olunmuşdur. Və belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş deməli statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sona gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq.
O ki qaldı ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin. Mən Azərbaycan Dövlət İnformasiya Agentliyini Azərtacı təmsil edirəm. Sualım sizədir, kansler Merz. Orta dəhlizin Asiya ilə Avropa arasında ticarət marşrutu kimi əhəmiyyəti get-gedə artır. Azərbaycan onun inkişafında mühüm rol oynayır. Avropa İttifaqında Almaniyanın aparıcı iqtisadi qüvvəsini nəzərə alaraq bu marşrut boyunca infrastrukturu və logistikanı gücləndirmək üçün iki hökumət sizin fikrinizcə necə əməkdaşlıq edə bilər? Sağ olun. Suala görə çox sağ olun. Həmin məsələni dəqiqliklə müzakirə etdik. Biz həmçinin onu birgə bəyannaməmizin mövzusuna çevirdik. Prezident Əliyev həmin infrastrukturun genişləndirilməsi barədə mənə maraqlı məlumat verdi. Biz əməkdaşlığımızı xüsusən də enerji təchizatı sahəsində gələn illərdə intensivləşdirməyi arzulayırıq. Almaniyanın nöqteyi nəzərindən bizim idxalın, o cümlədən qaz idxalının şaxələndirilməsində böyük marağımız var. Mən həmin məsələni bəyanatımda qeyd etdim. Azərbaycan enerjini artırılması ilə istehsal edən regiondakı az sayda ölkələrdən biridir. Bu o deməkdir ki, Azərbaycan enerjini istehlak etdiyindən daha çox istehsal edir. Bu baxımdan Azərbaycan Almaniyanın enerji təchizatının təmin edilməsində bizim üçün maraqlı tərəfdaşdır. Bu xüsusən də Cənubi Almaniyaya aiddir. Çünki həmin bölgəyə nəql üçün infrastruktur artıq inkişaf edib və ya genişləndirilə bilər. Buna görə bu maraqlı müzakirə idi və həmçinin Azərbaycan ilə Almaniya arasında yeni perspektivlər açmaqdadır. Andreas Rinke, sualın prezidentədir. Kanslerin söylədiklərinin davamı olaraq bilmək istərdim, cənab prezident. Azərbaycan hansı həcmdə qaz və nefti Almaniyaya təchiz etməyə hazırdır, buna qadirdir və arzulayır. Təchizat bu ilin əvvəlində başlayıb, lakin ola bilsin, hələ gözə çarpan əlavə potensial da var. Siz hansı həcmi nəzərdə tutursunuz? Neft təchizatına gəldikdə isə deyə bilərəm ki, bizim ümumi ticarət dövriyyəmiz Almaniya ilə keçən il hardasa 1,5 milyard dollar ətrafındaydı. Bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır. Qalan hissə isə bizim ixracımız. Bizim ixracımızın da əsas hissəsi xam neftdir. Yəni ki, hardasa hesab edirəm ki, bir neçə 100 milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir və nə qədər lazımdır, o qədər də təchiz edə bilər. Həm daxili mənbələrdən, həm də ki, bizim enerji şirkətimiz SOCAR-ın trading bölməsindən, yəni burada hər hansı bir problem yoxdur. O ki, qaldı təbii qaz məsələlərinə. Qeyd etdiyim kimi, biz bu ildən başlayaraq Almaniyaya təbii qaz satmağa başlamışıq. Bizim keçən il ümumi qaz ixracımız 25 milyard kubmetridir. Onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir. Bildiyimə görə Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birinci, bizə olan müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkinci, mövcud qaz infrastrukturunun genişləndirilməsi lazımdır. Çünki bugün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Yeni interkonnektorlar lazımdır Avropa məkanında və əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırmışdır yaşıl gündəliyə görə
və beləliklə bugün bu infrastrukturu, Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bugün Yaxın Şərqdə böhran, əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıbdır. Nəzərə alsaq ki, Rusiyanın neft ayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, bu yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən də baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan öz qaz ixracını Avropa məkanına, o cümlədən Almaniyaya böyük dərəcədə artıra bilər. Zat-əlləri, çox sağ olun. Orxan Amaşov, AZ News. Sualım əvvəlki sualın məntiqinə uyğundur və Azərbaycan ilə Almaniya arasında enerji əməkdaşlığına aiddir. Xüsusən də Azərbaycan Almaniyaya bu il təbii qazı təchiz etməyə başlamışdır. Kansler, Avropanın enerji təhlükəsizliyində Azərbaycan rolunu Avropaya qaz təchizatı baxımından necə dəyərləndirirsiniz? Çox sağ olun. Buna cavab verməkdən məmnunam. 4 il yarım əvvəl Rusiyadan qaz idxalını dayandırdıqdan sonra biz təbii ki, yeni təchizat mənbələrini axtarmağa başladıq və Azərbaycan bu baxımdan mühüm rol oynayır. Bu iqtisadi baxımdan bizim üçün maraqlı perspektivdir. Biz həmçinin digər təchizat mənbələrini də axtardıq və müəyyən etdik. Bu baxımdan mən bir daha Prezident Əliyevə təşəkkür edirəm ki, bu məsələni bugün müzakirə edə bildik və Azərbaycandan daha böyük həcmdə qazın əldə olunması imkanlarını araşdırdıq. Bu, həmçinin birgə razılaşmamızın bir hissəsidir və Azərbaycanla aparacağımız növbəti müzakirələrin mövzusu olaraq qalacaq.